Sonra problemi araştırmak, müzakere etmeydi. Aha. Sonra problem hakkında elə bir ki, sual veririk ki, nə bilirik? Aha. Təsnif edirik də, bildiklərimizi, biliklərimizi. Sonra problem haqqında nəyə bilməyə ehtiyacımız var? Mümkün həll yolları ortaya qoyuruq. Düzdür. Sonra həll yolunu elə bir ki, yoldaşlarımızla bölüşürük. Bəli. Sonra nəticəyə Yəni, gəlirsiniz də, yəni bölüşüb nəticəyə bəli, gəlirsiniz. bəli. Səadət müəllim. İşləm müəllimə. Səadət müəllim, problem əsaslı öyrənməni indi siz izah edin. Nədir problem əsaslı öyrənmə? Problem əsaslı öyrənmə şagird mərkəzli öyrənmə modelidir. Deməli, şagirdlərin qarşısına real bir həyat problemi qoyulur və həlli üçün bu problemə cəlb olunurlar. Problemin üzərində düşünmə, ünsiyyət kimi bacarıqlar inkişaf etdirilir. Problem əsaslı öyrənmə əsasən qrup şəklində aparılır. Qrup şəklində apardıqlarına görə də əməkdaşlıq da inkişaf etmiş olur. Problem əsaslı öyrənmədə mərhələlərdən ibarətdir. Və bu problem əsaslı öyrənmədə şagirdlər hamısı aktivdirlər, aktivləşirlər. Mərhələlərini deyim müəllimə, yoxsa? Bəli, buyur Səadət müəllim. Problem əsaslı öyrənmədə əsasən açar tipli suallar qoyurlar, qoyuruq. Sonra ikinci problemi aydınlaşdırmaq nəzərdə tutulur. Üçüncü, bilikləri təsnif etmək, problem haqqında nəyi bilirsiniz, nəyi bilmirsiniz, nələr bilməyə ehtiyacımız var, bu kimi suallar. Sonra dördüncü, mümkün həll yollarını ortaya qoyurlar. Şagirdlər tərəfindən həll yolları irəli sürülür. Beşinci də nəticəni bölüşmək, yəni eyni zamanda həll yolu bölüşmək. Problem əsaslı öyrənmə ilə layihə əsaslı öyrənmə də var. Bunlar yəni bir-birləri həm oxşardırlar, həm də fərqlidirlər. Hər birinin özünə məxsus fərqli və oxşar xüsusiyyətləri var. Bəli, müəllimə. Bu, məsələn, layihə əsaslı ilə problem əsaslının oxşar cəhətləri var. Hansılardır? Müəllimə, hər ikisi şagird mərkəzli olmaqla tənqid təfəkkürü, problem həll etməyi, əməkdaşlığı şagirdlərdə aşılayan bir öyrənmə modelidir. Problem əsaslı öyrənmədə layihə və problem əsaslı öyrənmə hər ikisi də şagirdlərin bazası olmalıdır. Yəni, əvvəlcədən onların ibtidai bilikləri olmalıdır ki, layihə və problem əsas qoyulanda onlar həmin yerinə yetirə bilsinlər. Amma layihə əsaslı öyrənmədə geniş spektrli mövzunu əhatə edir, həm də konseptual problemlərə yönəlmişdir. Məsələn, bu təqdimat ola bilər, tədbirlər ola bilər, musiqi, rəqs, rollu oyun, sonra nümayiş etdirirlər bunları, yəni layihə əsaslı öyrənmədə. Problem əsaslı öyrənmədə isə bir problemə yönəlir və problem üzərində uşaqlar, şagirdlər onu həll edirlər. Məsələn, təbiətin çirklənməsini qoyulur ki, problemi qoyulur ortaya ki, təbiətin çirkləndirməmək üçün nə etmək olar? Təbiət haqqında bir problem qoyulur və şagirdlər qrup şəklində fikirlərini, fərziyyələrini irəli sürərək bu problemi həll etməyi tapşırılır. Və şagirdlər də istəyirlər ki, bunu həll etsinlər müxtəlif yollarla, müxtəlif qruplarda və bunu həll etmə yollarını düşünürlər. Və bu da bir dərsdə ola bilər ki, bir dəstə başa çata bilər. Yəni, layihə əsaslı öyrənmə çox qısa müddətdə layihə əsaslı öyrənmə aylarla davam edir. Problem əsaslı öyrənmədən danışırım, mən çaşdım, qarışdırdım. Problem əsaslı öyrənmə az müddətə davam edir. Ola bilər ki, həm də qısa müddətlidir, həm də bir fənnə aid olur. Layihə əsaslı öyrənmə isə uzun müddətlidir, aylar çəkə bilər. Yəni, burada modellərin hazırlanması, slaydlar formasında, maket formasında təqdim olunması bir neçə ayda çəkə bilər. Bəli. Bir də ki, problem əsaslı öyrənmədə əsasən şagirddir. Layihə əsaslı öyrənmədə isə problem əsaslı şagird özü həll edir. Layihə əsaslı öyrənmədə də müəllim də şagirdlərə yaxın olur. Bəli, yaxın olur. Yəni, o işin əvvəlindən axırına qədər həm də mütəxəssislərə də müraciət etmək olar. İşin mütəxəssislərinə də məsələn müraciət edib məsləhətlər də almaq olur. Həm də müəllim işin əvvəlindən sonuna qədər də şagirdlərlə bircə olur. Şagirdlərin yanında olur. Yanında olur, məsləhətlərini verir, resurslarla təmin edilməsinə köməklik göstərir. Yaxşı, Yeganə müəllim. Bəli, müəllim. Ümumi təlim nəticəsi nə deməkdir?
Ümumi təlim nəticəsi müəllimə, Bəli. təlim məzmunu, təşkili, Ümumi təlimin nəticələri deyirik. Yeganə müəllim təkrar vermişdim axı mövzusu. Dedim təkrar bəli, vermişəm. mən vermişdim. Ümumi təlimin nəticəsi müəllimə, bu mənimsənilməsi nəzərdə tutulan, əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinə qoyulmuş dövlət tələbi idi. Düz dedim. Bəli, mənimsənilməsi nəzərdə tutulan əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətinin konkret bir səviyyəsidir. Bəli, Düzdür? səviyyə. Ümumi təlim nəticələri harda öz əksini tapıb, harda göstərilirdi? Proqramın kurikulumunda, fən kurikulumlarında. Bir, ümumi təhsil pilləsinin dövlət standartları və proqramları sənədində, həm də fən kurikulumlarında. Hər ikisində. Bəli. Hər ikisindədir, düzdür? Bəli, bəli. Yaxşı, Saadət müəllim, Bəli, müəllimə. biz ümumi təlim nəticələrin hansı səviyyə üzrə götürə bilirik? Bunun hansı yəni mərhələləri var? Mən təhsilin məzmununu oxumuşdum. Mən elə bildim onu vermişəm, təhsilin məzmununu. Təhsilə, fənd kurikulumuna aid əsas terminlər. Mən bunu vermişəm də, səhv eləmirəmsə. Çünki keçən dəfə Mən başqa şey yazmışam. Ümumi təhsil məzmunu yazmışam, elə bildim onu vermişəm. Yox. Bu mövzunu vermişəm, yadımdadır. Məndən deyim. Deyim mən. Deyə canım mənim. Mənim fən üzrə təhsil səviyyələrinin təlim nəticələri müvafiq qaydalarda oxuyur. Yəni müvafiq qayda əsasında oxuyurdu. Nitq etiketləri, dil qaydalarına əməl edir. Sonra müəllimə Bax, yeganə müəllimə, biz ümumi təlim nəticələrinin təsnif olaraq təsnif etsək, yəni onu təsnifatını versək, 3 təsnifatına aid olan deyəcək də, bir səviyyə üzrə nəticələrdir. Günəş müəllim, səviyyə üzrə nəticələrdir, məzmun xətt üzrə nəticədir, sinif üzrə nəticədir. Məsələn, səviyyə üzrə nəticə deyirik. Səviyyə üzrə nəticə deyəndə Günəş müəllim nə nəzərdə tutulur? yəni şagirdin Təhsilin hansı səviyyələri? İbtidai təhsil səviyyəsi, ümumi orta təhsil, bir də tam orta təhsil səviyyəsi. Səviyyə deyəndə bu nəzərdə tutulur. Tutaq ki, Günəş müəllim, deyirəm 1-4-cü siniflər üzrə təlim nəticəsi. Bu necə təlim nəticəsidir? İbtidai. Ay, sağ ol. 5-9-cu siniflər üzrə təlim nəticəsi desəm. Ümumi orta. 10-11-ci sinifləri üçün desəm. Tam orta. Bu oldu səviyyələr üzrə. Düzdür? Yeganə müəllim anlaşıldı? Bəli, mən başa düşdüm. Bax, yeganə müəllim, deyirəm məzmun xətti üzrə təlim nəticəsi. Sən bunu necə izah edərsən? Yəni mənim o siniflər üzrə də müəllimə. Yox. Birinci. Yox. Sadət müəllim, siz izah elə bilərsiniz? Müəllimə, belə dinləyib anlama və danışma, onu deyirsiniz. Müəllimə, bax sənin fənnin nədir? Mən fənnim fizikadır. Fizikada məzmun xəttlərin hansılardır? Müəllimə, 3 idi, qaldırıblar 6-ya, onlar mən təmiz əzbəri qutara bilməmişəm hələ. Halda 6-ya 7-yə qaldırıblar, belə məzmun xəttləri qaldırıblar. Elə götürək, tarix mənim fənnimdir. Deyirəm ki, tarixi zaman, tarixi məkan, dövlət, şəxsiyyət, mədəniyyət. 5 dənə məzmun xətti var tarixdə. Bax, fənnin məzmun xətti üzrə sonda şagirdin əldə etdiyi nəticə məzmun xətti üzrə nəticədir. Yəni, tarixi zaman üzrə, tarixi məkan, dövlət, mədəniyyət, şəxsiyyət, bu məzmun xəttləri üzrə yeganə müəllimə səs sizdən gəlir. Bu məzmun xətti üzrə olan nəticələrdir. Bir də var Günəş müəllim. Sinif üzrə təlim nəticə. Bu necə nəticədir? Necə müəllimə? Sinif üzrə təlim nəticə deyəndə nə nəzərdə tutulur? Sinif üzrə təlim nəticəsi deyəndə
Bir tədris ilinin sonunda şagirddə gözlənilən nəticədir. Tutaq ki, bax, sual eləyirəm. 5-ci sinifin sonu üçün təlim nəticəsi. Bu necə nəticədir? Sinifin sonu üçün təlim nəticəsidir. Deyirəm, 1-ci sinifin sonu üçün təlim nəticəsi. Bu necə təlim nəticəsidir? Sinifin sonu üçün təlim nəticəsidir. Düzdür? Məsələn, bax, götürəndə biz məzmun xətti üzrə deyəndə, Günəş müəllim, sizdə nədir ixtisas? Texnologiyadır da, düzdür? Məsələn, emal texnologiyasıdır, texnika elementləridir, məişət mədəniyyətidir, qrafikadır, düzdür? Bax, bu məzmun xətləri üzrə, desəm, qrafika üzrə təlim nəticəsi, deməli, bu nə olacaq? Məzmun xətti üzrə olacaq da, düzdür? Məişət mədəniyyəti üzrə şagirdin təlim nəticəsi, bu məzmun xətti üzrə olacaq. Ona görə deyirik ki, təlim nəticələri təsnifatı var. 3 cürə təsnif eləyirik. Bir səviyyələr üzrədir, ibtidai, ümumi-orta, tam orta. Məzmun xətti, yəni hər bir fənnin öz məzmun xətti var. Onun üzrə olan təlim nəticəsi, bir də sinifin sonu üçün olan təlim nəticəsidir. 9-cu sinifin, 10-cu sinifin, 11-ci sinifin. Bağışdan sözü kəsrəm müəllimə. Bu Time 2024-ün kitabında var müəllimə, bu sizin dediyiniz söz. Bəli, mən bunu keçən dəfə əvvəllər bilmirəm, dərsimdə olmuşsunuz, yeganə müəllimə. İzahlarda verirdim də. İndi yenə də izahlar eləsəm, bunları başdan ayağa izahlarım verəm. Qrupda əvvəl var idi izahlar. Əgər qruplarda izahıma qulaq assaydınız, yəni o izahda mən verirəm. Olmayanları da verirəm. Bəli, müəllim, bəli. Allah kömək olsun. Yaxşı. Gəlir, dedik ki, məzmun xətti. Günəş müəllim, məzmun xətti nədir? Məzmun xətti heç vaxt dəyişmir, ana xətti. Bəli. Leitmotivdir. Bəli, məzmun xətti dəyişməzdir, ana xətti leitmotivdir. Başqa cür tərifin Saadət müəllim necə deyərsiniz? Məzmunun zəruri hissəsidir müəllimə. Fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Bax, fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Hər fənnin şagirddə formalaşdıra biləcək bacarıqlar üzrə müəyyənləşdirir. Fənnin ana xəttidir, leitmotividir. Bəs Saadət müəllim, əsas standart nədir? Əsas standart bəzən dəyişir, əsasən dəyişmir. Bəli, bəzən dəyişir. Nə vaxt dəyişir? O zaman baş verir ki, əsas standart tələb etdiyi bacarıq formalaşır və növbəti illərdə şagirdlərə daha mürəkkəb bacarıq formalaşması tələb olunur. Bəli. O zaman əsas standart dəyişə bilər. Bəs indi bunun tərifini necə deyərsən əsas standartın? Əsas standart məzmun xətti üzrə görəcək fəaliyyətin istiqamətini müəyyənləşdirir. Necə müəyyənləşdirir? Fənn üzrə müəyyən olunmuş təlim nəticələrini məzmun xətti üzrə ümumi şəkildə ifadə edir. Ümumi şəkildə ifadə edir. Məsələn, bax, deyirəm ki, tutaq ki, tarixdən deyirəm ki, şagird dövlətin rolunu izah edir. Bax, burada ümumi şəkildə. Amma desəm, şagird Atropatena dövlətinin rolunu müəyyənləşdirir, izah edir. Artıq o nə olacaq? Alt standart. Konkretləşdirir də. Əsas standart məzmunun xətti üzrə görüləcək fəaliyyətin istiqamətini müəyyənləşdirir. Düzdür? Günəş müəllim, bəs alt standart nədir? Müəllimə, alt standart hər il dəyişir. Hər il dəyişir. Şagirdin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbi. Ay, sağ ol, düzdür. Sonra nəyi təmin eləyir alt standart? Sinif və fənlər üzrə müəllim summativ qiymətləndirmənin aparılmasını təmin edir.
Düzdür. Buna görə müəllim nəyə diqqət yetirir summativ qiymətləndirmə aparan zamanı sinif və yaxud fənn üzrə? Müəllim o qiymətləndirməyə, yəni o sualların meyarına Səviyyələrin Alt standarta, alt standartın tələb olunan biliş bacarığı reallaşdıra bilsin. Əsas diqqəti ona yetirir. Alt standartın Günəş müəllim funksiyası vardı. O funksiyalar hansılardır? 4 əsas funksiyası var. Bəli, Saadət müəllimdir. təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır. Düzdür. Sonra təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır. Düzdür. Təlimdə inteqrativliyi təmin edir, bir də davamlı inkişafı təmin edir. Bəli, təlimin məzmununun Məzmunun davamlı inkişafını təmin Bəli. edir. Bax, təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün zəmin yaradır. Bunu necə deyə bilərsən, izah edə bilərsən? Biz Məsələn, əsasən bu fəaliyyəti açıqlayır, məzmunun reallaşmasında əsas rol oynayır. bax, biz təlim məqsədlərini alt standarta görə müəyyənləşdiririk, düzdür? Alt Bəli. standartın bilik və fəaliyyət hissəsindən ibarətdir. Biz onun fəaliyyət hissəsini ayrıca və yaxud bilik hissəsini ayrıca götürə bilmərik. Biz düzdür, bax 2024-cü il tam kitabında yazılır ki, alt standartın əvvəl keçirdik ki, özünü təlim nəticəsi kimi götürə bilmərik. Amma 2024-cü il tam kitabında yazır ki, alt standartı indi elə reallaşdırılıb ki, onlar sadə şəkildə verilib ki, çoxu bu şəkildə verildiyinə görə alt standartın özünü təlim nəticəsi kimi götürə bilərik. Bax, əvvəllər deyirdik, götürə bilmərik. Amma indi deyirik ki, götürə bilərik. O qədər sadə şəkildə verilib ki, artıq müəllimin təlim nəticəsini, məsələn, çıxarmasına ehtiyac qalmır da, sadə şəkildə, çoxu olduğuna görə. Amma biz deyirik ki, alt standartdan təlim nəticəsi çıxarılır. Biz məqsədi çıxararkən alt standartdan çıxarırıq. Sonra dedin ki, Saadət müəllim, təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır. Bəs bu nə deməkdir? Bu da məqsədə çatmaq üçün hansı forma və üsulda istifadə etməyimizi müəyyənləşdirməyə xidmət edir. Yəni cütlərlə, qruplarla, fərdi, kollektiv və yaxud üsullar Bir də hansı üsullarla istifadə edəcəksə, onlar seçilir. Şagirdlərin Bəli, məqsədimizə baxırıq. Görək təlim nəticəmiz nədir? Alt standartımız nə veribdir bizə? Ona baxırıq, onun əsasında iş üsullarımızı və formalarımızı qoyuruq. Bir də dedik, Günəş müəllim, deyirik ki, alt standart inteqrativliyi təmin edir. Bəs bu nə deməkdir? Müəllimə, elə bir ki, alt standart 2 və daha artıq fənnin mövzusunun Sonra? əvvəlki siniflərlə əlaqələndirir də. Mövzunun öyrənilməsini, həyatla əlaqələndirir, əvvəlki siniflərlə. Buna görə də deyirsən, alt standa burada deyirik ki, inteqrasiyanın növləri müəyyənləşir. Növləri hansılardır? Növləri fən daxili, fənlər arası, fənn üstü. Fən daxili özdə 2 yerə ayrılır. Şaquli, üfüqi. İndi onları izah elə. Şaquli nədir, üfüqi nədir? Şaquli siniflər üzrədir. Aha. Üfüqi isə təlim nəticəsinə. Üfüqi məzmun xətti. Bax, sənə dedim, bayaqlar məzmun xəttlərin var. O məzmun xəttləri arasında əlaqə isə üfüqi inteqrasiyadır. Bəli, Yeganə müəllimə, fənn üstü inteqrasiya nədir? Bəli müəllimə, fənn üstü inteqrasiya ay müəllim, mən bu kuru metrim oturum müəllim. Allah haqqı bu başıma girməyib. Yeganə müəllim, fənn üstü həyatla əlaqələndirilməsidir, düzdür? Bəs yaxşı, fənlər arası inteqrasiya nədir? Müəllim, fənlər arası elə bir ki, adında var da müəllim, fənlərlə əlaqələndir, yəni fənlə əlaqəlidir də müəllim. Öz fənnə aid bir misal deyə görüm hələ. Müəllim, elə bir məsəl üçün müəllim 5-ci sinifdə müəllim
Texnik elementləri ilə. Fənlər arası elə bil ki, bir və ya bir neçə fənnin arasında gedir də. Məsəl üçün, riyaziyyatla informatika, fizika, Tarixlə ədəbiyyat, oxşar fənlər arasında. Oxşar fənlərin arasında bəli. Bəli, Əlaqələndirilir. sən texnologiyadan bir mövzu keçirsən. Tutaq ki, məişət mədəniyyəti, düzdür? Məişət mədəniyyətini sən nəylə mədəniyyət bölməsi ilə nəylə əlaqələndirə bilərsən başqa fənlə? Mənim o tarix tərəfçisi. Bəli, tarixlə əlaqələndirə bilərsən, tutaq ki, və yaxud Mənim o tarixi mədəniyyətləri var, müəllim o mədəniyyət o Xudafərin körpüsü ilə falanla. Bəli, Onunla yəni tarixlə əlaqələndirə bilərsən. Yəni onu oxşar cəhət kimi, yəni götürə bilərsən. Və yaxud tarix dərsidir, tarix dərsindən tutaq ki, mövzuların coğrafiya ilə əlaqələndirə bilərsən. Bəli, yer adları, məkan adları, coğrafiya. Ola bilər. Məzmun standartı nədir, Yeganə müəllim? Məzmun standartı müəllim. Bəli. Məzmun standartı nə deməkdir? Kim deyər? Şagirdin elə bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Məzmun standartına nələr daxildir? Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılması. Bəli, sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir, düzdür? Təmin edir. Bəli. Biz məzmun sinif və fənlər üzrə summativ qiymətləndirmə keçirən zamanı məzmun standartlarında tələb olunan bir iş bacarıqları reallaşdıra bilməyə fəaliyyətimizi yönəldirik. Bəs yaxşı, Yeganə müəllim, bu məzmun standartlarına nələr daxildir? Kim deyər? Məzmun standart. Müəllim o şeylər aid idi də, müəllimə ümumi təhsilin məzmunu idi. Məzmun xətti, əsas standart, alt standart. Üçü bir yerdə məzmun standartıdır. Bəli. Üçü bir yerdə əsas standart, məzmun xətti, əsas standart, alt standart. Üçü bir yerdə məzmun standartıdır. Və buna ümumi biz tərif deyəndə deyirik ki, məzmun standartı şagirdlərin biliş bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Məzmun standartı sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir. Və biz summativ qiymətləndirmə keçirən zamanı nəyə diqqət yetirməliyik? Məzmun standartlarının tələb olunan bilik və bacarıqların reallaşmasına. Bax, buna diqqət yetiririk. Bunlar üçü bir yerdədir. Biz mövzuları yazarkən standart əsasında yazırıq, düzdür? Salam Nurlana müəllimə, axşamın xeyir. Müəllimə, axşamınız xeyir olsun. Bağışlayın, biraz tez qoş olsun. Bəlkə də salam yazmışdır. Axşamınız. Nurlana müəllimə, məzmun standartı nədir? Müəllimə, məzmun standartı elə bil ki, ümumi təlim nəticələrinin bir hissəsidir daha məzmun standartı. Məsələn, orada ümumi təlim nəticələrinin biliş bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Belə bir şeydir, ha müəllimə? Bəli. Zəhmət olmasa kömək edərdiniz. Yeganə müəllimə, kömək elə. Ay müəllimə, Deyim müəllimim, kömək elə. Şagirdlərin bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Sonra məzmun standartları sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin eləyir. Müəllim sinif və ya fənn üçün summativ qiymətləndirmə sualları və tapşırıqlar hazırlayarkən əsas diqqət eləməlidir ki, məzmun standartda tələb olunan bilik və bacarıqları reallaşdıra bilsin. İndi Səadət müəllimə, dediyi məzmun standartlarına nələr daxildir? Onu da deyir. Fənlər üzrə müəyyən olunan təlim nəticələrinin məzmun xətti üzrə ümumi şəkildə ifadə edir. Məzmun xətti, əsas standart, alt standart. Məzmun xətti, əsas standart, alt standart. 3 dənə. Bəli, bu üçü məzmun xətti, əsas standart, alt standart. Bu məzmun xətti, məzmun standart. Nurlana müəllimə. Bəli. Təlim nəticələri nəyə deyilir? Ümumi təlim nəticələri.
müəllimə, ümumi təlim nəticəsi mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. İndi Məsələn. sən bunu necə təsnifin verərsən? Məsələn, mən bunu belə deyirəm ki, hər bir müəllimə, hər bir səviyyənin sonu üçün, Ay, hər bir fənnin və sinifin sonu üçün təlim nəticələri, bir də hər məzmun xətti üzrə təlim nəticələri. Bəli, hər bir fənnə aid olan məzmun xətləri üzrə, düzdür? Fənnin məzmun xətlərinin üzrə sonunda şagirdlər. Məsələn, bax Nurlana müəllimə deyirəm ki, 5-9-cu siniflər üzrə təlim nəticəsi. Bu necə təlim nəticəsidir? 5-9. Siniflər deyirsin müəllimə, ümumi təlim nəticəsi. Ümumi orta. Ümumi Ümumi təlim orta təlim. nəticəsidir. Orta təhsil. Şaubili, məsələn, alt standart. Burada Alt ümumi standart. orta təlim, ümumi orta təhsil səviyyəsi üzrədir. Desəm Nurlana müəllimə, 5-ci sinifin sonu üçün təlim nəticəsi, bu necə təlim nəticəsidir? Artıq bu ümumi təlim nəticəsi olacaq. Yox, müəllimə, bu olacaq sinifin sonu üçün təlim nəticəsi. Çaşdırmayın. Bu olacaq sinifin sonu üçün təlim nəticəsi. Desəm 10-11-ci siniflər üzrə təlim nəticəsi. Hə, o zaman 10-11 deyirsə, onda bu ümumi olacaq müəllim. Ümumi orta. Tam orta təhsil. 10, Tam orta, hə, tam orta 11-ci təhsil sinif tam ortadır, səviyyəsi. hə. Axı dediyi təlim nəticələri səviyyələr üzrə, sinif sonu üçün, məzmun xətləri üzrə. Düzdür? Bəli. Ona görə biz səviyyələr üzrə deyəndə ibtidaidir, ümumi ortadır, tam orta. Məsələn, sual belə düşə bilər ki, 1-4-cü siniflərin sonu üçün, onda bu necə təlim nəticəsi olacaq? İbtidai təlimin Ay sağ ol. nəticəsi. Desəm 3-cü sinifin sonu üçün təlim nəticəsi? Elə bu da ibtidai olacaq müəllimə. Yox, sinifin sonu üçün təlim nəticəsi. Bir sinif götürdün. Desəm 8-ci sinifin sonu üçün təlim nəticəsi? Bu da sinifin, bir sinifin. Ay sağ ol. Amma desəm 5-9-cu siniflərin sonu üçün təlim nəticəsi? Ümumi orta təhsil. Bəli, ümumi orta təhsil səviyyəsi üzrə təlim nəticəsi. Bu cür götürülür. Yaxşı müəllimlər, bugünkü dərsimiz layihə əsaslı öyrənməkdir. Keçən dəfə Nurlana müəllimə problem əsaslı öyrənməni vermişdim, düzdür? Bəli, bəli müəllimə. Öyrənmisən problemi, soruşmuşam, səndən də soruşum. Problem əsaslı öyrənmə nədir? Müəllimə, problem əsaslı öyrənmədə, məsələn, layihə əsaslı öyrənmə kimi şagird yönümlülük nəticəsi üzərində qurulur da. Hə. Məsələn, problem əsaslı öyrənmədə elə bir ki, problemi ifadə edən açıq suallardan istifadə olunur. Problemin mümkün həll yollarını ortaya qoymaq nəticəsinə gəlmək olur. Sonra nəticələrin həlli üçün, sonra tənqididir, problem həll etmədir. Yəni bunlar belə əsas məsələlərdir. Bəli, Sonra oxşar müəllimə. cəhəti nədir Nurlana müəllimə? Layihə əsaslı ilə problem əsaslının oxşar cəhəti nədir? Müəllimə, onların oxşar cəhəti odur ki, ikisi də şagird yönümlüdür. Düzdür. İkisi də tənqidi təfəkkürü formalaşdırır. Düzdür. İkisi də problem əsaslıdır. Sonra ikisində də müəllimə əməkdaşlıq var, bircə işləmək var. Düzdür. Yəni burada... Ay müəllim, siz nə gözəl dərs keçirsiniz ay müəllim. Maşallah. Çox sağ olun. Maşallah. Elə mən də müəllimənin sayəsində oxuyuram bildiklərimi. Ay müəllim, maşallah, maşallah. Əlimi şıqqıllatdı müəllim. Qəşəng dərs keçirsiniz. Sağ ol. Bəli. Deməli, oxşar Bizim cəhətlər. müəllimimizi nə bilmişdiniz? İndi Nurlana müəllimə fərqli cəhətlərindir. Problem əsaslı ilə. Müəllimə. Aha. Bəli. Elədir ki, müəllimə, bunların bir-birlərindən fərqli cəhətləri də odur ki, məsələn, burada layihə əsaslı öyrənmədə müəllimə, elə bir ki, tətbiqatdır, prosesdir, tədbirdir. Məsələn, bunlar hamısı elə bir yanaşma tərzini götürəndə, layihə əsaslı öyrənmənin yanaşma tərzini deyəndə. Burada musiqidən, rollardan, rəqslərdən, yəni belə bir şeylər nümayiş etdirilir. Amma problem əsaslı öyrənmədə elə bir ki, real dünyadan götürülür. Yəni
bu işe məsələn fərziyyələr irəli sürürlər. Həmin fərziyyəyə əsasən də bu işin həll yollarını tapırlar. Sonra layihə əsaslı öyrənmədə müəllimin rolu odur ki, müəllim şagirdlərə bir fasilitator kimi olur. Öz dəstəyini şagirdlərdən əsirgəmir. Yəni onları elə bil ki, bir bələdçi müəllim kimi onları izləyir. Amma problem əsaslı öyrənmədə müəllimin rolu. Müəllim yalnız arxadan dayanıb, uşaqları bir geridə dayanıb uşaqları izləyir ki, onların hərəkətlərinə yəni sərbəstlik verir ki, uşaqlar özləri sərbəst hərəkət eləsinlər. Yəni bu problem əsaslı öyrənmədədir. Sonra müəllimə əhatə dairəsinə gələndə hər hansı bir fərziyyə irəli sürüləndə, burada yəni bir iş görəndə, layihə əsaslı öyrənmə olanda, məsələn burada həftələrlə, bir ilə, yarım ilə bu işi həll edirlər. Yəni layihə qurulurlar özləri üzərində işləmək üçün. Amma problem əsaslı öyrənmədə bir neçə günə və yaxud bir neçə həftəyə bu işi həll edirlər üçün, yəni tez bu işin öhdəsindən gəlmiş olurlar. Sonra müəllimə qiymətləndirmədə də ki, burada qiymətləndirmədə də müəllim şagirdlərin xarakteri üzrə baxır, onlara məsələn, onlara əməkdaşlıqdamı, kreativlikdəmi, yəni kreativ də yəni yaradıcı olsun da. Bircə əməkdaşlıqda, bircə çalışmaqda, o çalışanda onları qiymətləndirir. Amma problem əsaslı öyrənmədə müəllim bunu ancaq şagirdin öyrəndiyi keyfiyyət baxımından qiymətləndirir. Çünki onların görüm qiymətləri necə, yəni nə tər iş gördüklərinə qiymət verir. Problemlə layihənin əsası budur. Yəni məncə burada ən üstün cəhəti mən problem əsaslı öyrənmədə görürəm ki, burada yenə şagirdlər ancaq şagird mərkəzli olur. Və hər ikisi şagird mərkəzlidir. İstər problem, istər layihə əsaslı. Amma burada fasilitator, müəllimin rolu bir addım problem əsaslı da geridə dayanır. Amma layihə əsaslı da əvvəldən axıra qədər müəllim uşaqların yanında olur. Axtarış aparanda, bir yanına, məsəl üçün, bir işi görəndə onun yanında olur. Həm də burada layihə əsaslı öyrənmədə bir neçə fənnlə əlaqəli olaraq, amma problem əsaslı da bir fənnə aid olur. Bəli. Yaxşı, indi növbəti dərsimizə keçək. Layihə əsaslı öyrənmə. Müəllimə, bu yeni dərsə keçməmişdən əvvəl sizə bir dənə sual deyəcəm. Müəllimə, bu Telegram kanalında testləri işləyirəm. Məsəl üçün imitasiya, analogiya. Mənim ondan bir açıqlı olsa da müəllim izah verə bilərsiniz, balaca da olsa. Yeganə müəllimə, qoy deyim sənə, biz psixomotoru indi gələcək, narahat olma. Psixomotordur, idraki taksonomiyanın mərhələləridir. Həm orada idrakdır, həm emosional psixomotor taksonomiyanın mərhələləridir. Yəni onlar geniş dərsdir izah eləməyə görə. Məntiqi təfəkkürdədir, orada onun məntiqi təfəkkürün növləridir. Yəni verbaldır, qeyri-verbaldır, analogiyanın tapılmasıdır. Yəni bunları da ayrıca yenə də keçəcək uzun dərsdir. Başa düşdünüz? Yəni durub onu izah eləsəm vaxt çox olacaq. Amma biz onların hamısını mərhələli şəkildə yeganə müəllimə keçəcəyik, narahat olmayın. İnşallah. İndi layihə əsaslı öyrənmə nədir? Layihə əsaslı öyrənmə müasir dövrdə aktual olan şagird yönümlü təlim modellərindən biridir. Bu təlim modeli ənənəvi öyrənmədən fərqli olaraq təkcə nəzəri biliklərin mənimsələnməsi ilə yekunlaşmır. Nəzəri biliklərdən istifadə etməklə hansısa məsələnin həllini tapmaq nəzərdə tutulur. Layihə əsaslı öyrənmə, burada layihə əsaslı öyrənmə öyrənilən bilikləri onların tətbiqini üzləşdirən real həyatı problemlərinə edən bir modeldir. Eyni zamanda proses boyunca təcrübə olaraq bilikləri dərinləşdirmək, əməkdaşlıq, ünsiyyət, problem həll etmə kimi bacarıqların inkişafına imkan yaradır. Biz dedik ki, burada bu layihə əsaslı öyrənməyə PBL da adlanır, yəni baş hərfləri ilə. Burada çətin və real problemlərin həlli yollarının tapılması şagirdlərin müxtəlif konsepsiya,
prinsiplərin öyrənilməsi üçün istifadə olunur. Burada məqsəd şagirdlərin bilik və faktları informasiya kimi öyrənib danışması yox, bu bilikləri lazımı məqamda istifadə edə bilmələrini təmin etməkdir. Layihə əsaslı öyrənmədə addımlarla həyata keçirilir. Burada birinci sual qoyulur ortalığa. Sonra plan tərtib edilir. Araşdırma və məhsul hazırlanır. Sonrakı 4-cü mərhələdə scaffolding, doğru istiqamət vermə, monitoring keçirilir və 5-ci isə nəticələrin yoxlanması, prosesin dəyərləndirilməsi mərhələsidir. Birinci mərhələ dedik ki, sualın qoyuluşudur. İlkin mərhələdə hər hansı bir real həyatı problem, onun sualı müəyyən edilir. Sual açıq tipli, müxtəlif həll yollarına aparan, yığcam və hansı maneəni dəf etməyə yönələn və eyni zamanda şagirdləri özünə cəlb edən məzmunda olur. Problemin aktuallığı, şagirdlərin bu məsələ ilə dərindən bağ qurması, özlərini bu işə həsr etmələri sualın keyfiyyətindən çox asılıdır. Sual şagirdin cavab axtarmaqla problemin həllinə təsir göstərəcəyinə inam yaratmalıdır. Bu mərhələdə müəllim şagirdləri yalnız yönəltməklə, düşünməyə kömək etməklə fasilitasiya edir. İkinci mərhələ dedik ki, planın tərtibatıdır. Burada plan tərtib edilir. İlkin olaraq əsas sualın hansı məzmun standartlarını əhatə etdiyini, digər fənlərlə əlaqəni nəzərdən keçirmək lazımdır. Bundan sonra planda fəaliyyət üçün müddət, resurslar, vəzifə bölgüsü kimi detallar öz əksini tapır. Plan hazırlanmasında şagirdlərin aktiv iştirakı çox vacibdir. Bu, onların prosesə daha effektiv cəlb olunmasına səbəb olacaq. Gedişatda müəllimin monitorinqi ilə planda dəyişikliklərin edilməsi mümkündür. Üçüncü addım dedik, araşdırma və məhsulun hazırlanmasıdır. Burada ortaya qoyulan sual və ya problemlə bağlı bir fikir mübadiləsi, müzakirə təşkil edilir. Ardınca qeyd edilən məsələ ilə bağlı etibarlı mənbələrə müraciət etməklə informasiya toplanılır. Əldə edilən məlumatlar təhlil edilərək nəticəyə gəlinir, həll yolu formalaşdırılır. Layihənin məhsulu üzərində işlənilərkən təqdim etmək üçün hazırlanılır. Dördüncü dedik, scaffolding, doğru istiqamət vermək, monitorinqlik. Burada proses müəllim tərəfindən yaxından izlənilərək yerində konstruktiv əks əlaqə verilir. Şagirdlərin əməkdaşlıq şəraitində işləməsidir. Bölüşdürülən vəzifələrin məsuliyyətlə icra edilməsinə diqqətdə saxlamaq lazımdır. Ehtiyac halında şagirdlərə köməklik, resurs, məsləhət göstərir müəllim. Burada gedişatı komanda işi və layihələrin icrası effektiv izləmək üçün qiymətləndirmə etalonundan, rubriklərdən istifadə etmək işlərin axırıcı getməsinə imkan verir. 5-ci mərhələ dedik ki, artıq burada nəticələrin yoxlanması və prosesin dəyərləndirilməsidir. Layihə tamamlananda qiymətləndirmə rubriki vasitəsilə həm nəticələrin yoxlanması, həm də prosesin dəyərləndirilməsi, refleksiya həyata keçirilir. Bu prosesdə şagirdlərin iştirakı ilə aparılması məqsədə uyğundur. Əldə edilən nəticə, məhsul, bilik, bacarıqların müzakirəsi ilə yanaşı, şagirdin keçirdikləri hissləri ifadə etməsi də olduqca əhəmiyyətlidir. Şagirdlər layihələrini tam təqdim etməmişdən əvvəl sınaqdan keçirməlidirlər ki, ola bilər gözdən yayınan bir problem ola bilər, yerində yaranan problemləri həll edə bilsinlər. Yaradıcı təfəkkürün inkişafı üçün ideyaların müxtəlif nöqteyi nəzərdən qiymətləndirilməsi və sınaqdan keçirilib təkmilləşdirilməsi çox vacibdir. Ümumən, layihələrin hazırlanması uzun müddətli, bir neçə dərs və ya bir yarım ili əhatə edə bilər. PBL istənilən öyrənmə mühitində fənlərarası inteqrasiyanı özündə əks etdirən modeldir. Əlbəttə, yaxşı olar ki, bu model bir yarım il müddətində əsasən
metod kimi istifadə olunsun. Çünki layihə üzərində iş apararkən laboratoriya işlərinə, müxtəlif təcrübələrə, müzakirələrə ehtiyac yaranır. Layihə həm qiymətləndirmə vasitəsi kimi də istifadə oluna bilər. Burada bir neçə açar məqamları, elementləri, xüsusiyyətləri diqqətə yetirmək lazımdır. Birinci mövzu şagirdlərin bilik, bacarıq, yaş səviyyəsinə uyğun olaraq müəyyən qədər çətin və məntiqi olmalıdır. Şagirdlər bu problemi həll etməklə ortaya real məhsul qoyurlar. İkincisi, proses zamanı şagirdlər dərin və davamlı araşdırma aparmalıdırlar. Bu zaman onlar müxtəlif müzakirələrə qoşulur, yeni resurslar tapır, daima öyrənmə prosesində olurlar. Üçüncü, layihənin mövzusu həyatdan götürülür, şagirdlərin maraq dairəsinə uyğun olur və real konteksti əks etdirir. Dördüncü, şagirdlər layihə boyu gördükləri işlə bağlı müxtəlif qərarlar verir, öz fəaliyyətlərini qiymətləndirir, refleksiya edirlər. Beşincisi, layihə iştirakçıları prosesin nəticələrini yaxşılaşdırılması üçün bir-birinə əks əlaqə, konstruktiv rəy verirlər. Altıncısı, şagirdlər və onların birlikdə çalışan müəllimlər tədqiqatın və layihənin səmərəliliyi, qarşılaşdırdıqları çətinliklər, onları necə həll edəcəkləri ilə bağlı müzakirələr aparır, fikir yürüdürlər. Yeddinci, layihə iştirakçıları öz layihələrini qrafik şəkildə, model şəklində, fotolar, maket şəklində müəyyən bir auditoriyaya təqdim edir. Bu haqda danışır, hazırlayacaqları məhsulu nümayiş etdirirlər. Təqdimat həm sinif deyirik ki, daxilində, həm sinifdən kənarda aparıla bilər. 8-ci mövzunun plagiatlığı yoxlanılır. İşlənmiş mövzulara müraciət etmək olar. Sadəcə məsələyə yeni qatqı, yeni yanaşma nümayiş etdirilməlidir. Yəni, işlənmiş bir hadisə ola bilər, bir mövzu ola bilər. Amma burada şagird yaradıcılıq qatmalıdır. Yaradıcılıq eləməlidir. Orada yenilik olmalıdır, yenilik gətirməlidir həmin o məsələyə. Sonra dedik ki, rəqəmsal texnologiyalardan istifadə edə bilmək. Yəni, burada robot texnikadan bunu tətbiq edə bilərlər, bunlar istifadə edə bilərlər. Nəzərə almaq lazımdır ki, dərslərdə müxtəlif layihələrin reallaşdırılması, layihə əsaslı öyrənmə eyni deyil. Dərslərdə layihənin reallaşdırılması şagirdlərdə bilik və bacarıqlar formalaşdırıldıqdan sonra onların tətbiqi üçün verilir. Layihə əsaslı öyrənmədə bilik, bacarıqlar layihənin reallaşdırılması zamanı baş verir. Yəni, burada layihə əsaslı öyrənmədə şagird araşdırır, axtarır, yaradır, qurur və burada bilik, bacarıq əldə edir. Amma layihənin reallaşdırılması zamanı müəllim şagirddə həmin bilik, bacarığı formalaşdırır, sonra onun tətbiqi üçün bir tapşırıq verir. Misal olaraq qeyd edə bilərik ki, biologiya dərsində daxili orqanları öyrəndikdən sonra şagirdlərin daxili orqanların sisteminin modelinin hazırlanması layihədir. Amma bu proses deyirik ki, layihə əsaslı öyrənmə deyil. Çünki şagirdi öyrətdi, göstərdi orqanları müəllim biologiya dərsində. Sonra dedi, ay uşaqlar, gedin ürəyin modelini düzəldin. Artıq bunu göstərdi, baxdı uşaq. Amma problem əsaslı öyrənmədə bir problem qoydu. Axır şagird bunu aylarla tədqiqata aparır, öyrənir, yaradır, yenilik ortaya qoyur. Bir yenilik ortaya qoyur. Nə qədər işlənmiş mövzu olsa, özünün qatqısı olur orada, layihə əsaslı öyrənmədə. Məhsul ortaya qoyur ki, orada özünün qatqısı olur, yeniliyi olur. Layihə əsaslı öyrənmənin nə kimi faydaları var? Layihə əsaslı öyrənmə modelində şagirdlər mövcud bilik və bacarıqlarından istifadə etməklə yanaşı, proses boyu yeni bilik, bacarıqlar qazanırlar. Bundan əlavə, burada şagirdlərdə 21-ci əsr bacarıqları
tənqidi, yaradıcı təfəkkür, əməkdaşlıq, ünsiyyət bacarığı, həmçinin problem həll etmə bacarıqları formalaşır ki, bunlar 21-ci əsr bacarıqlarıdır. Əlavə olaraq bu model şagirdlərin öyrənməyə olan marağını artırır. Bloom taksonomiyasının sahələrinin mərhələlərini formalaşdırmağa imkan verir. Müasir dövrdə problemləri həll etmək üçün strateglar, layihələrə çox müraciət edilir. Layihə əsaslı öyrənmə şagirdləri gələcək həyata hazırlayır. Onlara problemlərin həll etmək, layihə üzərində işləmək metodikası qazandırır. Məsələn, burada layihənin mövzusu, tutaq ki, iqlim dəyişikliklərinin Xəzər dənizində suyun səviyyəsinə mənfi təsiri və bununla bağlı təkliflərin layihələşdirilməsi. Layihənin xüsusiyyəti nə ola bilər burada? Bu layihədə şagirdlər iqlim dəyişikliklərinin Xəzər dənizində su səviyyəsinin azalmasına təsirini tədqiq edəcəklər. Onlar coğrafiya sahələrini, o cümlədən iqlimi, ekosistemi, əhalini və s. faktorları araşdıracaqlar. Məqsəd şagirdlərin iqlim dəyişikliklərinin əraziyə təsirini anlamasına və hər hansı həll yolu təklif etmələrinə nail ola bilərlər. İcra addımları burada hansı işləri görəcəklər? Şagirdlər Xəzər dənizinin suyunun çəkilməsi ilə bağlı deməli sübutlar toplayırlar. Eyni zamanda ərazi ilə iqlim dəyişikliklərin təzahür xüsusiyyətlərini müəyyənləşdirirlər. İqlim dəyişikliklərinin dəniz səviyyəsinə mümkün təsirinin olması ilə bağlı informasiyalar tapır. Bunun üçün mənbələrə, səlahiyyətli qurumların hesabatları, elmi məqalələr və s. istinad edə bilərlər. Sonra iqlim dəyişikliklərinin Xəzər dənizinə təsirli təhlil edilir. Şagirdlər seçilmiş əraziyə iqlim dəyişikliklərinin nə dərəcədə təsir göstərdiyini təhlil edir. Onlar təbii, antropogen təsirləri ayırd etməlidirlər. Misal üçün, istiləşmənin Xəzərin ekosisteminə, təsərrüfata təsiri necə olmuşdur? Bu prosesin insanlara, onların məskunlaşmasına, iqtisadiyyata hansı təsirlər var, necə təsir göstərir? Sonra şagirdlər bənzər mövzuda olan tədqiqatlara başvururlar, tanış olurlar. Bununla yanaşı müəyyən edilmiş ərazi üzrə iqlim dəyişikliklərinin təsirləri ilə mübarizə aparan təşkilatlarla təməs qururlar, məsləhət alırlar, o nümayəndələrlə görüşürlər, məlumat toplayırlar. Sonra əgər mümkündürsə, şagirdlər ilkin mənbədən, yerli mütəxəssislərdən, elmi adamlarından, sakinlərindən müsahibə də ala bilərlər. İqlim dəyişikliklərinin təsirini azaltmaq, töhfə vermək aparılan araşdırmaların nəticəsi kimi təklif oluna bilər. Bu adiyyatı qurumlara tövsiyə, sonra ictimai maarifləndirmə, ekosistem bərpasına dəstək üçün layihə təklifi şəklində ola bilər. Hər bir şagird bu və ya qrup əldə etdiyi nəticələri və həll yollarını sinifdə və ya geniş auditoriya qarşısında təqdimatla çıxış edirlər. Valideynlər, yerli qurumlar, ətraf mühitin mühafizəsi ilə bağlı təşkilatlar da iştirak edə bilərlər. Burada refleksiyadan istifadə olunur ki, alınan rəylərdən sonra ehtiyac olarsa, layihəni yenidən gözdən keçirmək olar. Burada qiymətləndirmə necədir? Müxtəlif meyarlara əsaslana bilər. Məsələn, tədqiqatın dərinliyi, təkliflərin effektivliyi, təqdimatın keyfiyyəti, fənn ilə mövcud problemin inteqrasiyası. Bütün bu məsələlərlə bağlı meyarlar nəzərə alına bilər. Göründüyü kimi, layihə əsaslı dərs adi formada tədris olunan coğrafiya dərsindən əsaslı şəkildə fərqlənir. Bir layihə ilə şagirdlərin hər tərəfli inkişafına təsir etmək olar. Tənqidi təfəkkür, araşdırma, təklif, təqdimatla çıxış etmə bacarıqları, iqlim dəyişikliyi kimi qlobal problemə qarşı dəlilliyin yaranması, inkişaf etdirilməsi mümkün olur. Layihə əsaslı öyrənmə bütün fənlərdə tətbiq etmək mümkündür.
sadəcə məsələlərə fənnin perspektivindən baxmaq lazımdır. Hansı problemi həll edəcəyimizi fikirləşmək lazımdır. Məsələn, istehlak müddəti uzadılan qidaların deməli ingredientliyinin kimyəvi tərkibi və onların insan sağlamlığına təsirini analiz etmək, təklifə çıxış etmək olar. Və riyaziyyat dərsində xəyallardakı elm maketini hazırlamaqla sahə, sonra perimetr, həndəsi fiqurların digər xüsusiyyətləri, materialların real bazar qiyməti və s. kimi parametrlərin tətbiqi ilə bağlı layihə hazırlamaq olar. Dərsimiz bu qədər müəllimlər.